Hər 4 qabağıma çıxandan birinin adının əvvəlində trader sözü var. Trader Qəzənfər, trader fərqli adlar. Bunlara bu reklamı kim satıb ki, 100 dollarla yəni yaxşı pul qazanmaq olar? Bir çox vaxtda suallar gəlir ki, niyə təhsillə məşğul olmursunuz? Yəni niyə insanlara pul qarşılığında, lor dilində desə, trade etməyi öyrətmirsiniz? Mən hər dəfə başa salıram ki, yəni mən kripto təhsilinə və ya nə bilim forex təhsilinə fərqi yoxdur. Mən bu təhsillərə ciddi yanaşa bilmirəm. Çünki məncə ən böyük dərsi sizə bazar verir, pulunuzu itirərək verir. Mən adama deyirəm ki, bax bu hadisəni mən yaşamışam, sən yaşama da. Gedir, yaşayır, gəlir üstümə. Bazar cəzalandırmasa onu başa düşmür. Deyir ki, ay müəllim, biz də itə, batıra biləcəyik də. Deyirəm, o məsələ deyil də, sənin yerində mən bunu yaşamışam. Profit gördüyün hər şey yaxşıdır. Hədəfindən o tərəfə keçməsinə icazə vermə. Bir günün içində bəzi tokenlər, böyük tokenlər hətta 400 dəfə qiymətini itirdi. Həmin gün ticarət edirdinizmi? Edirdinizsə nə etdiniz? Səhər yuxudan durdum, açdım telefonu, gördüm sıfırdır. Birinci gözümü oxladım, özümə gəlməyə çalışdım. Dedim internet pisdir, Wi-Fi-yi söndürdüm, yandırdım. Belə eləyirəm sıfırdır, belə eləyirəm sıfırdır. Saylor'ın 14 aylıq pulu qalıb. Almasa, bugündən Bitcoin almasa 14 aylıq pul qalıb. Sizcə bu bazara necə təsir edəcək? Bir şey başa düşmüşəm ki, kripto bazarında ola bilməz deyə bir şey yoxdur. Dünyanın ən böyük ikinci kripto Bitcoin saxlayan şirkəti bir gündə çökdü. Salam, bugünkü qonağım Azərbaycanda kripto sahəsində tanınmış simalardan olan Xəyal Salahovdur. Xoş gəlmisiniz. Çox sağ ol. Həqiqətən çox xoş oldu səni burada görmək və çox təşəkkür edirəm ki, məni də öz podkastına dəvət etmisən. Məncə maraqlı bir yayım olacaq. Ümid edirəm maraqlı olacaq. Xəyal bəy SFX-in qurucusudur. Podkastda elə bununla başlamaq istəyərdim. SFX barədə bir balaca məlumat almaq istəyərdik. Bunun üzərindən də suallarla davam edərik. Mən Xəyal Salahov və 6 ildir investisiya sahəsindəyəm. Və bu təcrübələrə nail olduğum biliklərdən sonra qərara gəldim ki, biraz da bazarı analiz edəndən sonra qərara gəldim ki, bir platforma qurmaq lazımdır və bizə ehtiyac olan şey əslində maliyyə savadlığıdır. Və bu maliyyə savadlığını da mən düşündüm ki, bir platforma quraraq bunu yarada bilərəm. Ona görə də bu hazırda qurduğumuz SFX platforması bizlərə sıfırdan həm texniki analiz öyrədir, həm maliyyə savadlığı öyrədir, investisiya sahəsini öyrədir. Eyni zamanda da bizi təhlil edib qazanc əldə etməyə. Mən keçən dəfə özüm baxanda gördüm ki, içində bir xeyli xəbərlərlə bağlı da bölümlər var. Xəbərləri real time-da almaq olur. Bəli. Bir də süni intellekt inteqrasiyaları gördüm. Yəqin ki, hələ üzərində işləyirsiniz. Təbii, hamısının üzərində iş gedir, amma bildiyiniz kimi, yəni bu gün süni intellekt ya bəzilərinin işini əlinə alır, ya da əlindən tutur. Bu səfər bizim əlimizdən tutdu, sağ olsun. Ona görə də biz bütün xəbərləri AI ilə inteqrasiya edəmişik və AI hər bir saatdan bir bizə ən vacib xəbərləri bildirir ki, həmin bizim bu platformada, saytda, veb saytda, istərsə də tətbiqdə. Orada iqtisadi təqvim də var. Hansı ki, biz bu gün kalendara baxırıq, Fedin faiz qərarı olacaq, nə olacaq? Həmin bu biz çalışırıq ki, AI inteqrasiyası ilə bir yerdə o faiz qərarının bizə nəticəsi nə ola bilər və yaxud da hər hansı bir xəbər çıxanda o bizə nə nəticə verə bilər deyə AI ilə inteqrasiya etmişik. Həm də bizdə bir neçə tool var. Yəni biz eyni vaxtda CoinMarketCap və yaxud da CoinGlass kimi veb saytlara da çıxışımız var və həmin o investisiya eləmək istəyən və yaxud da bazarı analiz etmək istəyən həmin o şəxs daxil olub bunları həmin o platformada da dərindən analiz edib öyrənə bilər. Yəni platformanın imkanları çox genişdir. Əla. Deməli Xəyal bəy, bu yaxınlarda Mexin kolu olmusunuz. Bəli. Kol olmaq necə hissdir? Niyə verirəm bu sualı? Deməli mən 3 il, 5 il bundan əvvəl, belə ümumi deyim də, bir çox birjalarla kol deməyək, amma o vaxt kol yox idi də, yəni oxşar bir strukturla çalışmaq fikrim var idi və təkliflər də var idi. Daha sonra öz işlərimlə üst-üstə sala bilmədim. İndi mənə maraqlıdır, SFX layihəsindən birlikdə Mexin kolluğu necə irəliləyir? Çox çətin. Zarafat bir qıraqda, mən hardasa artıq 2 aydır Mexidə Call Business Developer fəaliyyətindəyəm. Məsələ odur ki, həm call olmaq, həm də bir yaratdığım platformanı davam etmək həqiqətən çox çətindir. Bunu görmək üçün komanda iş lazımdır. Sağ olsun komanda
işləyir və biz də Mixi birjası üçün çalışırıq. Hansı ki, o dünyada top 5 birjadan biridir və bizim əsas məqsədimiz də Azərbaycana birjaların gəlməyi, Azərbaycana birjaların fəaliyyət göstərməyi və Azərbaycanın da bu sahədə digər ölkələrdən geridə qalmayıb, insanların da bu sahəyə marağını artırmaqdır. Əslində son bir ildə kifayət qədər ilk öncə Binance gəldi. Ondan sonra da kifayət qədər birjalar Azərbaycan bazarına meyl göstərir. Birjaların çox olması əladır, bir rəqabət yaranır. Rəqabət yarandıqda daha yaxşı iş görməyə başlayırlar. Ən azı side eventlər tez-tez təşkil olunur. Demək olar hər həftə hansısa bir birjanın side eventi var Bakıda. 2 il bundan əvvəl belə şeylər bizə mif kimi gəlirdi ki, yəni bizdə yoxdur. Bu günlərim var. SFX platforması sizin call partnyorluğunuzu irəli daşımaqda bir kömək göstərə bilirmi? Sözsüz ki, məqsəd əslində ilk olaraq sənin rəsmi nümayəndə olduğun bir iş yerinin fəaliyyətini davam etdirmək və onu inkişaf etdirməkdir. Və mən Mixiyə keçəndən sonra, orada bir işçi kimi başladıqdan sonra artıq SFX-in sadəcə beyin tərəfi mən oldum və çünki bizim komanda sağ olsun, həqiqətən bu işləri davam elətdirirlər. Hə, yükü vermisiniz, özünüz işləmirsiniz. Eynən. Bütün məsələlər hamısı biznes plan yazılıb, verilib. Demişəm, gedin işinizi görün. Mənə dəyməyin. Ən gözəli. Bu yaxınlarda da Azərbaycanda böyük bir forum keçirildi. Bu forumda siz də spiker qismində çıxış edirdiniz. Hətta bizim ortaq bir panelimiz də var idi, bəli. Necə keçdi tədbir? Təəssüratlarınız nələrdir? Əslində mən həqiqətən belə qürur da duydum ki, bizdə Azərbaycanda bu sahə üzrə bir müəyyən tədbirlər və forumlar keçirilir. Hətta bildiyim qədərilə nəinki Azərbaycanda, o regionda ümumi olaraq ən böyük investisiya tədbiri idi və bir çox birjalar gəlmişdi, birja nümayəndələri gəlmişdi, bizdə çox böyük dövlət qurumları gəlmişdi və orada çıxış eləmək təbii ki, çox belə həyəcanlıdır. Eyni anda səninlə bir yerdə panel müzakirəsində olmaq çox maraqlı idi. Bizi indi tanıyanlar tanıyır, biz çox vaxt belə zarafat eləyə-eləyə. Əslində elə daha yaxşıdır, daha tez çatır. Biz daha çox belə deyək də, səmimi müzakirələri sevirik. Spikerlik hissəsinə gəldikdə isə mən SFX-i tanıtdım, platformanı tanıtdım. Halbuki əslində bu həmin layihə mənə görə hazırda prototip hissəsindədir, amma düşünürəm ki, artıq insanlar da bu sahəyə maraq duyurlarsa, nəyin hardan başlamalı olduğunu mən onlara bir növ biraz çatdırmaq istədim ki, biz də burdayıq və həqiqətən sizə dəyər qatmaq üçün bu işləri görürük. Ki, sənin gördüyün işlər də heç də belə deyək də, türklər demiş küsümsənəcək dərəcədə deyil. Bizdə daha çox xaricədir, ona görə. Deməli, son zamanlar kripto bazarı, son 2 ildə kripto bazarı sürətlə aşağı gedir, likvidlik çəkilib gedir, hamı pərişandır. Batırıq. Sizcə bu işlər düzələcəkmi və düzələcəksə təxmini nə vaxt düzələcək? Ümumiyyətlə bazar haqqında bir vizyonunuzu alaq. Bizim panel müzakirəsində bir sual var idi. Bitcoin hara gedir? Bitcoin 150 min olacaqmı? Bu il 150 min olacaq, yoxsa yox. Əslində biz bunun texniki tərəfinə baxanda indi biz bir növ texniki analiz də eləyirik də və mənə görə Bitcoinin son dib nöqtələri hardasa 54 min dollar civarlarıdır. Hansı ki indi 59 mindir, bir şey qalmıyor bura düşməyə. 50-sə stop qoyun, stop olsa xəyal verin. Əsla yatırım tövsiyəsi vermirik. Yəni maksimum 50-ləri görəcəyini düşünürəm. İndi çox da bir şey qalmıyor, amma bu tendensiya belə getməməlidir. Çünki bu gün kriptovalyuta bazarı, ümumi olaraq investisiya bazarı o həddə gəlib çatıb ki, artıq böyük fondlar, böyük hedge fondlar, böyük şirkətlər də artıq bu sahəyə yatırımlar edir. Və keçən dəfə bizim danışdığımız məsələ odur ki, sadəcə trade, pul qazanmaq yolu deyil. Yəni əlbəttə biz bu gün indi insanlar düşünür də Bitcoin-i alaq yoxsa. Mən misal üçün Bitcoin həyatım boyu 6 ildir bu sahədəyəm. Həyatım boyu mənim hansısa bir janın keçmiş tarixçəsində Bitcoin alındığını görə bilməz. Mən həmişə alıram. Orada mən razıyam, mən həmişə alıram. Mən almıram, çünki Bitcoinin 50 mindən misal üçün 150 minə getməyi 3x deməkdirsə, 3 qat artımdırsa, misal üçün AVAX-ın 6-dan 100-ə getməyi artıq 20-yə yaxın x deməkdir. Mən daha çox profitli işləri sevirəm. Təbii ki, kripto bazarında zamanında biz 21-ci illərdə daha çox trade eləyəndə o x-lər havada uçuşurdu da. Biz otururduq, misal üçün trade eləyəndə. O bazarın yenidən gəlməsi mümkün deyil. Belə sən elə düşünürsən, mən elə fikirləşmirəm. Ya o 21-dəki bazarın yenidən qayıtması mümkün deyil. İndiki dövrdə də böyük şirkətlər, texnoloji gigantlar öz səhmlərini bazara gətirir deyə. Yəni adam SpaceX-i qoya-qoya niyə gedib məsəl üçün adı alsın? Adam gedir SpaceX alır. Yəni bu günlərin likvidliyin çəkilməsini mənim düşüncəmdən böyük bir səbəbi də budur. Çünki bazarda bir miqdar pul var.
bu pul daimi yer dəyişir. Bazarda pul çoxalmır ki, bazarda pul daimi yerini dəyişir və hazırda bu yer aksiyalarda, səhmlərdədir. Səhmlərdən kriptoya nə vaxt qayıdacaq? Müəmmalı məsələdir. Mənim bir neçə postum var 126-da, 91-dəki, yəni 60 minlərə, ən az 60 minlərə gedirik. Bu gün oralarda da hətta daha aşağıdayıq. Görək dəlişin olur. Xəyal bəy, elə podkast seçə baxdığımız məlumata əsasən Avropadan Binance getdi. Bu barədə nə düşünürsüz? Doğrudan. Bəli. Lisenziya vermədilər. Lisenziya vermədilər. Bəli. Ümumiyyətlə kriptoda lisenziya lazımdırmı? Ölkələrdə tənzimləməyə ehtiyac varmı, yoxsa yoxdur? Təbii ki, dövlətlərin hamısı bunu tənzimləmək istəyər ki, özlərinə görə haqlıdırlar da. Yəni bizim bildiyimiz bunun ağ tərəfi də var, biraz da qara tərəfi var və təbii ki, pis insanlar hər zaman bunun qara tərəfindən istifadə etmək istəyir. Bu əslində bir növ texnologiya kimi bir şeydir. Yəni bu gün biz süni intellektlə özümüz hər gün video çəkməyək deyə öz prototipimizi yaradıb süni intellektə onu danışdırırıqsa, sabah başqa biri bunu bizə əks olaraq da istifadə edə bilər. Və düşünürəm ki, tənzimləmə lazımdır, amma bunu tənzimləmək həqiqətən mümkün olacaqmı? Bu biraz mənə müəmmalı gəlir. Çünki əslində blockchain texnologiyası bunun üçün yaradılmışdı ki, bunun bir tənzimləməsi olmasın. Yəni izlənilməsin, işlər görülməsin. Amma bu gün görürük ki, şəffaflığa doğru aparır əslində. Bəli. Yəni bəli. blockchain üzərindən olan tranzaksiyalar silinmir deyə daha şəffaf olur. Hətta vergi sistemi də tətbiq edilsə, məsələn, heç kəs vergidən yayına bilməz. Bu yol tətbiq edilsə, heç kəs yayına bilməz. Sizə bir dənə belə maraqlı sualım var. Deməli, sonuncu böyük düşüş 10 oktyabr 2025-də olub. Bəli. Yəni bir günün içində bəzi tokenlər, böyük tokenlər hətta 400 dəfə qiymətini itirdi. Atom 4 dollardan 1 sentə dəydi. Eynən. Yəni Sui 3 dollar idi, oldu 50 sent. Yəni bunlar hamısı 15 dəqiqə ərzində baş verdi. Həmin gün ticarət edirdinizmi? Edirdinizsə nə etdiniz? Həmin gün keçən dəfə səninlə danışmışdıq bu məsələni. Ən xoşbəxt vaxtım idi ki, mənim açıq ticarətim, açıq pozisiyam yox idi. Həqiqətən belə 6 ildir bu bazardayıq, amma belə keyflə izlədiyim tək o an olmuşdu ki, düşsün alım da. Yəni o həqiqətən Məndə Suinin şortu var idi. Bağlamağa qoymadılar düz istədiyim yerdə. Daha yuxarıdan bağlandı, amma istənilən halda bağlandı. Ümumiyyətlə kriptoda olduğunuz bu dövrlərdə, ticarətdə olduğunuz bu dövrlərdə ən böyük itkiniz nə vaxt olub? Bu itkidən necə özünüzə gəlmisiniz? Özümə gəlməmişəm. Yox, hələ də özünə gəlsən. Hələ də özümə gəlməyə çalışıram. Hardasa 21 yoxsa 22-ci ilin 19 mayı idi. Çox böyük bir düşüş oldu Bitcoin-də. Hardasa 69-lardan birbaşa düşdü 42 min dollara qədər. Mən də həmin dövrdə o qədər də təcrübəyə malik deyildim və sadəcə alıb satırdım. Hamımızın bir dövr Elon Musk'ın pampladığı dövrlər. X-də yazdığı vaxtlar var idi. Hamımız onu gözləyirdi. Həmin o dövrlərimə təsadüf eləyirdi. Mən də axşamdır pozisiyaları açmışam. Hamısı long pozisiyadır Futures'da və stopum da yoxdur. Səhər dursan heç nə yoxdur. Səhər yuxudan durdum, açdım telefonu, gördüm sıfırdır. Birinci gözümü oxladım, özümə gəlməyə çalışdım. Dedim internet pisdir. Wi-Fi-yi söndürdüm, yandırdım. Belə eləyirəm sıfırdır. Belə eləyirəm sıfırdır. Axırda o pozisiya keçmişinə baxdım. Məncə bundan keçməmiş kriptosu yoxdur. Ticarət eləyən kriptosu yoxdur. Mən bir növdə DeFi-yə yönəlməyimi, neçə illərdir fikrimi məhz DeFi-yə yönəltməyimin ən böyük səbəblərindən biri də budur. Mən bu dəyişimlərə artıq yaş da gedir. Mən bu dəyişimlərlə oynamaq, əlləşmək halım yoxdur deyə mən DeFi-yə yönəlmişəm. Daha çox DeFi ilə məşğulam. Təbii ki, treyidimi də eləyirəm, amma bu treyd məndə artıq həvəs formasındadır, bir professionalizm formasında deyil. Bazardan iki maraqlı sual verəcəm sizə. Biri MicroStrategy'dir. Mən ona MacroTrageedy deyirəm. Michael Saylor'ın. Bu gün onun şirkətinin səhmləri, iki səhmləri var onların. Bir şirkətin öz səhmləri var. Bir də indeksasiya olunmuş səhmlər var, hansılar ki 10% illik gəlir vəd edir. Bu 10% illik gəlir vəd edənlər bu günləri ATL yaşayır, all-time low yaşayır və kritik həddədir. Saylor'ın 14 aylıq pulu qalıb. Almasa, bugündən Bitcoin almasa 14 aylıq pulu qalıb. Sizcə bu bazara necə təsir edəcək? Çünki Saylor'ın əlində bugünkü günə 850 min ədəd Bitcoin var və bu Bitcoinlər bazara satılmağa başlasa, yəni biz Bitcoinləri 15 minlərdə də görə bilərik. Sizcə bu satışlar baş verəcək, yoxsa Saylor özü bilərəkdən səhmlərin düşməsinə icazə verir ki, aşağıdan baha satdığı səhmləri ucuzdan özü toplasın? Mən bu müddət ərzində, bu 6 il ərzində bir şey başa düşmüşəm ki, kripto bazarında ola bilməz deyə bir şey yoxdur. Nəyi ki ola bilməz deyirsən, o sanki səni eşidir də, o bir həftə sonra, 2 həftə sonra sənin başına gəlir. Ona görə mən heç bir halda deyə bilmərəm ki, Michael Saylor bunları satmayacaq, 15 minə düşməyəcək, Test üçün 20 ədəd də satıb bu yaxında.
69 min olanda test üçün 20 ədəd satdı. Bu test nə üçün lazım idi? Amerikada kreditor şirkətlərə göstərirdi ki, mənim əlimdəki aktivlər likvid aktivdir. Bir növ Bitcoin likvid olduğunu göstərməyə çalışırdı. Amma bu yaxşı nəticə vermədi. Yəni öz-özünü tələyə saldı və bu gün onun şirkəti belə deyək, bir körpünün üstündədir. Bu incə körpüdür. Yəni hər an MicroStrategy batma təhlükəsinə üz-üzədir. İkinci sualım da nə ilə bağlıdır? Üzr istəyirəm, bununla bağlı bir Bəli, dənə bəli. epizod var. Sənin də çox yaxşı bildiyin, o bu gün deyirik ki, MicroStrategy ən çox Bitcoin-ə sahib olan belə böyük bir şirkətdir. Bata bilməz normalda deyirik. Belə bir stereotipimiz var da. O boyda şirkət necə batsın? Bazarı yaxşı izləyənlər Terra Luna şirkətini çox yaxından tanıyır. Dünyanın həmin dövrdə ikinci birjası. Bəli, dünyanın ən böyük ikinci, ən çox Bitcoin saxlayan şirkəti idi və həmin özünün də aktivi Luna Alameda 100-200 dollar Luna, bəli. qiymətləri var idi. Bir gündə onlar stablecoin çıxartdılar USDT-yə. Çıxartdılar, onu $1 saxlaya bilmədilər. $1 saxlamaq üçün Bitcoin-i satdılar Privyazka və qopdu. həmin o dünyanın ən böyük ikinci kripto Bitcoin saxlayan şirkəti bir gündə çökdü. Elədir. Yəni bu makro tragediyanın Bu əslində batmayacağını biz bazarın deyə bilərik. nə qədər hələ də balaca, kövrək, körpə olduğunu Eynən. göstərir. Çünki kripto bazarı içəridə olanlar üçün böyük görsənir, amma əslində maliyyə bazarları üçün kripto bazarı 500 çox balaca. trilyonun 4 trilyonu deyil, Bəli, çox 1% balaca. belə deyil yəni. Ona görə likvidlik hələ ki likvidlik üst səviyyədə deyil. ETF-lərin gəlməsi ilə bu biraz düzəlib, yəni daha likvid olub. Eynən. Amma istənilən halda digər maliyyə instrumentlərindən müqayisə edildikdə bu kripto bazarı hələ də çox erkən etapdadır. Biz həmişə səninlə deyirik də, hansı ki o bu gün 10 min dənə, 20 min dənə coin varsa, onun 90% olacaq yoxa çıxacaq, olacaq 0 və ETF-ləri olan coinlər səhm kimi alınıb satıldıqda davam edəcəklər. Ödəniş sisteminə inteqrasiya oluna bilən, real həyatdan nə isə tokenləşdirə bilən. Eynən. Yəni ancaq bunlar ayaq üstə qala biləcək. Qalan bütün tokenlər belə düşüşlərlə sıfırlanıb yavaş-yavaş əldə Düşünürəm ki, bu da çıxacaq. bir növ zamanın forex bazarı kimidir. İndi hamı belə həyəcanlıdır, həvəslidir, ticarət eləyirlər, bir İndi şeylər trader öyrənməyə olmaq çalışırlar. dəbdədir. Kripto İndi- trader olmaq dəbdədir. Eynən. Məsəl biz kripto trader olduğumuz dövrün üstündən 5 il keçib. Mən bu gün soruşanda deyirəm ki, yox mən trader deyiləm, heç trade eləmirəm. Əslində sırf bu SFX platformasını yaratmağa da məqsəd o idi ki, bu gün bayaq dediyimiz kimi də AI-lar var. AI agentə öz strukturu və analizi yazırsan, o özü sənin Əvəzli üçün o alıb ticarət satır, o ticarət edir. Sən də artıq başqa işlərlə məşğul olursan. Bir də bu gün belə bir yenilik var. Twitter nəhayət ki, çoxdandır söz verdiyi ödəniş sistemini işə saldı. Ha, doğrudan. Bu bəli bu gün işə düşdü. Bu ödəniş sistemi vasitəsilə Twitterin daxilindən birbaşa kripto əldə etmək olar. Və istənilən tikeri yazdığınızda, tikerin onlayn qiyməti nədirsə, həmin tokenin onlayn qiyməti nədirsə, bu görünəcək. Twitter bildiyiniz kimi kripto dünyasında bir nömrəli platformadır və bu platformanın nəhayət bu inteqrasiyanı etməsi sizcə bugünkü düşən bazarda nələrsə dəyişə bilərmi? Heç nə dəyişməyəcək. Pul yoxdur. Dəyişməyəcək. Pul yoxdur. Heç kimdə pul yoxdur. Hamıda çünki həmin o bu son bir həftədə olan düşüşdə baxırsan ki, pul ümumiyyətlə bazardan çıxır. Biri var, nə bilim, Bitcoin-dan çıxsın, qızıla keçsin, qızıldan çıxsın, neftə. Çünki satış hamı həcmləri hər də şeydən böyük çıxır. deyil. Yəni Eynən. əvvələ nisbətdə satış həcmləri böyük deyil. Yəni open interest artmır. Yəni baxırsan bazar 10 min dollar Bitcoin qiymət itirib, yəni 10% qiymət, 15% qiymət itirib, amma open interest artmır. Open interestin artmamaq o deməkdir ki, bazarda sadəcə satıcı çox deyil, alıcı yoxdur. Alıcının olmaması da yəni bugünkü gördüyümüz qiymətlərə gətirib çıxarır. Bu gün bazar həqiqətən o yeni çıxan coinlər olur, likvidlik olmur, sən alırsan Mem token birdən-birə kimi 20%. aparırsın. Bu dəqiqə bazar mem bazarıdır da, yəni çox belə qəribə və alışmadığımız bazardır. Biraz gəlin trendlərdən danışaq. Sizə hazırda kripto bazarında hansı sahələr daha trenddədir? Əgər bazar özünə gəlsə, mən düşünürəm ki, yenə bu AI kriptoları qabağa gedəcək, amma ən maraqlısı və ən çox istifadə etdiyimizdə RWA-lardır, real world assets-lərdir, Bu hansı ki AI-lardan bir dənə misal var, iXBT. Bunların bir botu var idi. Deməli bu bota inteqrasiya almaq üçün 150 min dollarlıq iXBT lazım idi. Mən bir çox tanıdığım rus böyük traderlər alıb inteqrasiya olmuşdu ora, bir kar əldə etmək üçün. Axırı necə bitdi deyim. Deməli 150 min dollarlıq aldıqlarından təxminən 500 dollar portfelləri qalıb. Yəni elə bir düşüş yaşayıblar və bot sahəsində də ancaq minusa gedirlər, mənfiyə gedirlər. Yəni kriptoda AI təəssüf ki, hələ ki balon rolunu oynayır. Elə. Məsəl Tao da var. Tao var. Çox sevdiyim coin. Nvidia Tao'ya çox küllü miqdarda investisiya eləyib. Nvidia investisiya elədikcə Tao aşağı düşür. Yəni nə tər bir şeydirsə, pul gəldikcə Tao aşağı düşür.
Onun üçün mən AI sektoruna, kriptoda AI sektoruna o qədər fikir vermirəm. RV çox maraqlıdır. RV barədə sizin də fikirlər almaq istəyərdim. Yəni məncə artıq dünya ora gedir və bayaq dediyimiz kimi də o kripto bazarını əgər canlı tutmaq istəyiriksə və həqiqətən bir likvidlik axtarırsa, bu RVA-lar bizim üçün önəmlidir. Eyni zamanda əslində işi asanlaşdırır. Yəni keçən o panel müzakirəsində dediyimiz söhbətdə hansı ki sən otel almaq istəyirsən, daha doğrusu satmaq istəyirsən, sata bilmirsən, bunu tokenizasiya edirsən və bunu səhmlərə bölürsən. Balaca investorlara, çox saylı balaca investorlara satırsan. Hamı ya icarəsini və yaxud da belə deyək, dividendini götürür, əldə eləyir. Hamı xoşbəxt, sən xoşbəxt, məsələ bağlandı. Yəni ona görə bu gün RVA trendinə mən çox önəm verirəm. Amma düşünürəm ki, bu AI da biraz özünü doğrultsa gedəcək, amma mənə görə ən bu dəqiqə optimal variant RVA-lardır və böyük baş coinlər. Bitcoin-dir, Ethereum-dur, Solana-dır, Avax-dır, bu tip böyük və likvidliyi olan və arxasında layihəsi olan coinlər, hansı Bitcoin layihəsi yoxdur, biz bunu hamımız bilirik, amma bir sistem kimi yaradıblar. Blockchain-in yaratma səbəbidir əslində Bitcoin. Ona görə də mən düşünürəm ki, Bitcoin-dan heç kim əl çəkməyəcək. Bitcoin-də cost var deyə, həm də elektrik enerjisi dəyəri var deyə, onun üçün həqiqi dəyərə malikdir. Deməli, mən sosial şəbəkələrdən bir çox vaxtda suallar gəlir ki, niyə təhsillə məşğul olmursunuz? Yəni niyə insanlara pul qarşılığında, belə deyək də, lord dilində desə, trade etməyi öyrətmirsiniz? Mən hər dəfə başa salıram ki, yəni mən təhsilə, kripto təhsilinə və ya nə bilim, forex təhsilinə fərqi yoxdur. Mən bu təhsillərə belə ciddi yanaşa bilmirəm. Çünki məncə ən böyük dərsi sizə bazar verir, pulunuzu itirərək verir. Yəni onun üçün mən bu barədə sizin də fikirlər almaq istəyirəm. SFX-in gələcəkdə təhsillə məşğul olma, belə bir kurs satma fikri varmı? Bizim kurs satma fikrimiz əslində yoxdur. Çünki mən özüm də zamanında sənin o sevmədiyin işi eləmişəm və akademiyada dərs demişəm və özümün də fərdi dərslərim olub. Amma bir şeyi başa düşdüm ki, biz həqiqətən o sən dediyin kimi də nə qədər öyrədirik. Mən adama deyirəm ki, bax bu hadisəni mən yaşamışam, sən yaşama da. Gedir, yaşayır, gəlir üstümə. Bazar cəzalandırmasa onu başa düşmür. Deyir ki, ay müəllim, biz də itə batıra biləcəyik də. Deyirəm, o məsələ deyil də, sənin yeri və mən bunu yaşamışam. Hətta bir çox yaxşı William Gilbert qanunları var, hansı ki, həmin o belə deyək də, dayday 20-ci əsrdə çox yaxşı belə investor olub və çox güclü analist olub və çox güclü psixoloji dərslər deyirdi, belə deyək. Zamanında pambıqçılıqla məşğul olub, sonra insider məlumatlar və s. güclü analist olub və sonunda öz şirkətini qurub, konsultasiya verib və onun verdiyi konsultasiyaları 28 maddəyə bölüblər. Bunu bu gün investing.com-da görə bilərik. Yəni mən həmin o trade eləməyə, ticarət eləməyə başladığım dövrlərdə onları balaca kağızlara vurub yapışdırdım divarlarıma. Gözün qabağında olsun. Gözümün qabağında olsun və mənim o şuuraltıma yerisin ki, misal üçün, profit gördüyün hər şey yaxşıdır, hədəfindən o tərəfə keçməsinə icazə vermə. Və yaxud da balansın düşüb aşağı bir mütləq stop loss nöqtən olsun. Yəni biz bunların hamısını öyrənirik. Bu gün mən artıq həmin o verdiyim tədrisi SFX platformasında ödənişsiz şəkildə paylaşıram ki, insanlar artıq öyrənsin. Mənə görə artıq o dövr bitdi. Yəni insanların pulla nəsə satmaq bitdi. Pulla nəsə o artıq dövr getdi də. Həm də biz bu gün yenə onları pulla satmağa başlasaq, həqiqətən mənə görə çox geridəyik bu dəqiqə. Yəni insanlara maliyyə savadlılığı mütləq şəkildə lazımdır və biz onu bir ödəniş sisteminə yaradanda bir baryer qoymuş kimi oluruq. Yəni pulu olan oxuyur, pulu olmayan oxumur. Bu düzgün yanaşma deyil. Statistikalara baxanda məndə bütün birjaların statistikaları var. Dostlarım sağ olsun. Statistikalara baxanda onu görürük ki, nəinki Azərbaycanda, hətta SNG-də, köhnə postsovet ölkələrin hamısında birjadakı müştərilərin balansları ortalama 100-200 dollar arası olur. Və sizcə bunların məqsədi bazara gəlməkdə nədir? Yəni 100-200 dolların həqiqətən bir şey qazanacaqlarını düşünürlər. Bunlara bu reklamı kim satıb ki, 100 dollarla yəni yaxşı pul qazanmaq olar və ümumiyyətlə gənclərə 100 dollarlarından, 200 dollar, aylıq 100-200 dollarlarından daha yaxşı investisiya yönləri göstərə bilərsinizmi? Mən tövsiyə edirəm ki, 100-200 dollarla ümumiyyətlə investisiya haqqında düşünməsinlər. Çünki həqiqətən, yəni başa düşürəm, hər kəs milyoner deyil, hər kəsin belə çox böyük bir balansı yoxdur, amma məsələ əgər həqiqətən bu bazara öyrənməkdirsə, bu 100-200 dolları kitaba versinlər. Bu işi öyrənməyə versinlər, kurslara versinlər. Amma dediyim kurs həmin o texniki analiz və s. yox. Həqiqətən bu işin arxa planını öyrənsinlər. Misal üçün bizdə komanda var, nod qururlar, proyektlərin daxilini öyrənirlər və onları test edirlər və oradan gəlir əldə edirlər. Bir peşə kimi.
Yəni trading əslində o da bir peşədir, amma bu gün $100-200 balansla bunu etmək həqiqətən belə deyək də Mümkün çox deyil. çətindir. Mümkün deyil. Mümkün deyil. Yəni Yəni mən praktikamdan görürəm ki, pul knopkası kimi düşünürlər onu. 95% bazara registrasiya eləyib $100-200 pulla gələnlərin bazarda ömrü maksimum 1 həftədir. 1 həftəni keçmir. Yəni bu statistikanı mən vermirəm. Bybit-in özündən də ala bilərsiniz. Misal böyük birjalardan biri də ala bilərsiniz. Görə bilərsiniz ki, həqiqətən belədir. Xlabs olaraq biz əsasən xarici müştərilərlə işləyirik. Nəyə görə? Çünki məsələn bizim əsas işimiz DeFi-dir və market makingdir. Yerli bazarda buna tələbat yoxdur deyə bizim bir çox müştərimiz xarici ölkələrdəndir və xaricilərlə işləyəndə çox fərqli hisslər yaşayıram. Məsələn, mən statistika aparıram özümdə. Məndə sifarişlərin 92% xaricdəndir. Cəmi 8% yerli bazardandır. Bura botları, süni intellektlə qurulmuş promptları, sonra market making, likvidlik hamısını əlavə edirəm və bunların cəmi 8% yerli bazardandır. Mənə maraqlıdır. Siz SFX-in CEO-susunuz. Ən azı hesabatlarınız sizin əlinizdə olur. Mənə maraqlıdır bu vəziyyət sizdə necədir? Birinci mən bu platformanı quranda əsas məqsədim həqiqətən birinci yerli bazarda iş görməkdir. Yəni yerli bazara bu adaptasiya olub, ondan sonra xaricə çıxmaqdır. İndi gələcəkdə əməkdaşlıq da edə bilərik. Bunu indidən deyim, biraz məcbur olasınız dedim əməkdaşlıq etməyə. Məsələ ondan ibarətdir ki, biz SFX olaraq birinci yerli bazarda bu insanlara əvvəlcə bu işin nə olduğunu öyrətməliyik. Yəni bizim işimiz əslində çox çətindir. Yəni həm öyrətmək, həm nə olduğunu başa salmaq və həm də bu işi görmək. Məsələ burasındadır ki, bizim əvvəlcə etməli olduğumuz sonradan edəcəklərimizdən daha çətindir. Sosial şəbəkələrə girəndə, yəni Azərbaycanda sosial şəbəkələri yoxlayanda hər 4 qabağıma çıxandan birinin adının əvvəlində trader sözü var. Trader Qəzənfər, trader Abunə, fərqli adlar. Bu adamların hansına baxırsan, profilində 10 ildir tradinglə məşğulam yazılıb. Prosta 10 il ərzində harda olublar mən görməmişəm. Əslində sizin tipli SFX tipli platformanın olması adamları real məlumatlar almağa kömək edir. Bundan razıyam. Misal Xlabs-ın yerli bazarda görə biləcəyi bugünkü gündə demək olar ki, iş yoxdur. Çünki bizim şirkətlər təəssüflər olsun ki, hələ də dədə-baba qanunlarla işləyirlər. Yəni tokenləşməyə, çevikləşməyə. Biz xaricdə layihələr götürüb işləyirik. Adamın skladı var, böyük bir anbarı var. Ambardakı malları hesabatını blockchain üzərinə keçirir. Biz bunu Azərbaycan şirkəti olaraq buradan təmin edirik, hazırlayıb veririk özlərinə. İşləmə qaydasını, mexanizmini başa salırıq. Səhvlər olanda səhvlərinə də kömək edirik. Azərbaycanda 4 ildir mən Xlabs fəaliyyət göstərir. 4 il ərzində heç bir Azərbaycan şirkətindən belə bir təklif almamışam. Heç kəsə maraqlı da deyil. Açığı mən də bu bazara hələ ki bişməyini gözləyirəm. Mən hazıram, bazarın bişməyini gözləyirəm. Sizin layihədə də uğurlar arzulayıram. Təşəkkür edirəm. Gəldiyinizə, dəvətimi qəbul etdiyinizə, gəldiyinizə, bu qısa da olsa söhbət etdiyimizə görə təşəkkür edirəm. Şirkətinizə də böyük uğurlar arzulayıram. Görüşənədək. Sağ olun.